Bismillah, velhamdülillah, və salatu və salamu alə Rasulillah, əmmə ba'd. Bir qardaş soruşur ki, alimlərdən kiminsə adını çəkəndə radiyallahu anhu demək olarmı? Cavab budur ki, olar. Lakin bir şərtlə bunu şuar halına gətirməmək şərti ilə. Yəni, məsələn deyirsən ki, Abu Hanifə radiyallahu anhu, İmam Buxari radiyallahu anhu, yəni Allah ondan razı olsun. Lakin bir şərtlə bunu şuar halına gətirməmək şərti ilə. Yəni, bunu bir qayda halına salmamaq və bunun adət halına gətirməmək şərti ilə eyb etməz. Nə üçün? Çünki müsəlmanların tarix boyunca adəti bu olub ki, onlar radiyallahu anhu duasını, bu ləfsi məhz sahabələr barəsində işlədiblər. Yəni, deyiblər ki, Abu Bakır radiyallahu anhu, Ömər, Əli, Osman radiyallahu anhu və bu kimi. Yəni, müsəlmanların tarix boyunca üzərlərində olduqları adət və onlardan bizə miras qalan bu olub. Yəni, bu duanın, bu ləfsin məhz sahabələr barəsində işlənməsi və o səbəbdən müsəlman ümmətinin bu adətinə, müsəlman ümmətindən bizə gəlib çatan bu mirasa tabi olmaq daha uyğun, daha münasib və daha gözəldir. Hansı ki, bu adət şək yoxdur ki, Quran və sünnəyə müxalif yox, əksinə müvafiqdir. Və doğrusunu Allah bilir. Və sallallahu alə Muhammed və alə alihi və sahbihi və səlləm.